Etnik Azərbaycanlıların genetik tarixi hansı qatlardan ibarətdir? Mənşəyimizlə bağlı adətən iki qütb yanaşma ilə qarşılaşırıq. Birinci qrup türklərin Orta və Şərqi Asiyadan gəlib 11-ci əsrdə Azərbaycana yerləşdiyini qəbul edir və ondan əvvəl bu torpaqlarda yaşayanların bizə aid olmadığını iddia edir. Digər qrupa görə isə türklər elə lap əvvəldən Urmiya və Qafqazda idi. Deməli, Səlcuqlardan əvvəl burada yaşayanların çoxu da türk idi. Həqiqət isə bu iki yanaşmanın heç biri ilə uyğun deyil. Azərbaycanlılar etnik və dil baxımından türk ailəsinin bir hissəsidir. Bunda şübhə yoxdur. Amma genetika bizə göstərir ki, biz təkcə Orta Asiyadan gəlmiş bir qrupun davamı deyilik. Biz bu torpaqlarda minillər boyu yaşamış yerli Qafqaz əhalisinin genlərini daşıyırıq. Bu videoda etnik və ya milli tariximizə yox, birbaşa genetik tariximizə baxacağıq. Azərbaycanlıların genetik hekayəsi hardan başlayıb, hansı mərhələlərdən keçib və bizi qonşu xalqlardan fərqli edən əsas məqam nədir? Hekayəmizə ən qədim təbəqədən başlayırıq. Qafqaz ovçu toplayıcıları. Bunlar min illər əvvəl Qafqazda yaşamış və genetik baxımdan tam fərqli bir qrup idi. Onlar həm Avropanın ovçu toplayıcılarından, həm də yaxın şərq fermerlərinin əcdadlarından çox erkən dövrdə ayrılmışdılar və Qafqazda uzun müddət qalaraq bölgənin genetik bünövrəsini qoydular. Qafqaz ovçu toplayıcılarının genetik payı gürcülər başda olmaqla digər Qafqaz xalqlarının formalaşmasında da əsas komponentdir. Maraqlıdır ki, bu insanların genetik mirası Qafqaz xalqlarından savayı həm Avropalılarda, həm də Cənubi Asiyalılarda da görünür. Bunun səbəbi Hind-Avropalılardır. Hind-Avropa dünyanın ən böyük və ən geniş yayılmış dil ailəsidir. Bu dili ilk danışanlar, yəni Proto-Hind-Avropalılar arxeologiyada Yamnaya olaraq bilinir. Yamnaya özü ayrıca geniş bir mövzudur. Amma bu videoda bilməli olduğumuz odur ki, Yamnaya mədəniyyətinə aid insanlar genetikalarının 50%-ni Qafqaz ovçu toplayıcılarından alıb. Bu səbəbdən Qafqaz ovçu toplayıcılarının genetik izi bu gün həm Avropada, həm də Cənubi Asiyada görünür. Azərbaycanlıların genetikasının növbəti qatı Neolit dövründə formalaşmağa başladı. Bu dövr yaxın şərqdə və Anadoluda fermerliklə məşğul olan müxtəlif qrupların meydana çıxmağı ilə səciyyələnir. Bizim üçün vacib olan birinci qrup Zagros dağlarında meydana gəlmiş İran fermerləridir. Əslində bu fermerlərin əcdadları ilə Qafqaz ovçu toplayıcıları min illər əvvəl eyni əcdaddan törəmişdi. Amma Neolit dövründə İran fermerləri Qafqaza doğru hərəkət edərək ovçu toplayıcılarla qarışmağa başlamışdılar. Bundan bir müddət sonra Qafqaza Anadoludan yeni bir fermer dalğası axmışdı. Anadolu fermerləri genetik olaraq İran fermerlərindən fərqli idi. Amma Qafqaza köç edərkən yerli Qafqaz ovçu toplayıcıları və İran fermerlərinin sintezini daşıyan əhali ilə qarışmışdı. Bu arada Anadolu fermerləri müasir Avropalıların, xüsusilə də Cənubi Avropalıların formalaşmasında çox vacib rol oynamışdılar. Amma bunu bəlkə başqa videoda danışarıq. Bizə maraqlı olan odur ki, Cənubi Qafqazın düzənlik ərazilərində, o cümlədən bugünkü Azərbaycan ərazisində son Neolit və erkən Mis dövründə əhali artıq qarışıq genetik profilə malik idi və Menteş təpədən tapılan insan qalıqları da bunu açıq şəkildə göstərir. Neolit keçidi Qafqazda yerlərin yox olması kimi başa düşülməməlidir. Bu, yerli baza üzərində yeni qatların əlavə olunması deməkdir. Bu genetik profil müasir Qafqaz xalqlarında görünür. Qafqazlıların genetik baxımdan bir-birinə oxşar olduğunu izah edən amil də elə budur. Neolit və Mis dövrlərində Qafqazda formalaşmış bu yeni genetik sintez Tunc dövründə də davam etdi. Bu dövrdə Qafqazda Kür-Araz və Maykop kimi mədəniyyətlər görülməyə başlayır. Onların da genetik profili Qafqaz ovçu toplayıcıları əsaslıdır və üzərinə Anadolu və İran mənşəli fermer qatları əlavə olunub. Məhz bu dövrdən sonra Qafqaz şimaldan gələn step çobanları ilə, yəni Yamnaya mədəniyyətinə aid insanlarla daha intensiv təmas qurur. Eləcə də bundan 2000 il sonra Dəmir dövründə də step mənşəli Kimmerlər və Skiflər kimi köçəri birliklər Qafqaza daxil olur. Bu qrupların kökləri də yekunda Yamnaya əhalisinə gedib çıxırdı. Lakin bu təsirlər Qafqazın bütün hissələrində eyni olmamışdı. Step mənşəli genetik qat Şimali Qafqaz xalqlarına daha güclü və davamlıdır. Azərbaycan da daxil olmaqla Cənubi Qafqazda isə bu lay qismən mövcuddur. Qədim dövrdən artıq yavaş-yavaş yazılı tarix mərhələsinə, Qafqaz Albaniyası dövrünə keçirik. Birbaşa Qafqaz Albaniyasına aid genetik nümunələr olmasa belə, Cənubi Qafqazda Tunc dövründən erkən orta əsrlərə qədər aparılan araşdırma göstərir ki, regiondakı ticarət, siyasi dəyişikliklər və mədəni təmaslara baxmayaraq, əhalinin əsas genetik bazası, yəni ki, Qafqaz ovçu toplayıcıları və Neolit fermerlərinin sintezi düz orta əsrlərə qədər sabit qalıb. İndi isə gəlirik ən son və ən çox müzakirə olunan mərhələyə, Orta Asiyadan başlayan türk köçlərinə. Genetik tədqiqatlar göstərir ki, müasir türk dilli xalqların çoxu genetik baxımdan öz coğrafi qonşularına daha yaxındır. Bu türk dillərinin elit üstünlüyü yolu ilə yayıldığını izah edir. Yəni bu köçlər zamanı dil regionda geniş yayılıb,
amma kütləvi genetik əvəzlənmə baş verməyib. Bununla belə, Qərbi türk dilli xalqlarda, o cümlədən Azərbaycanlılarda kiçik, amma ölçülə bilən bir Şərqi Asiya və Cənubi Sibir mənşəli genetik qat görünür. Elə məhz bu qat Azərbaycanlıları genetik olaraq qeyri-türk qonşularından fərqləndirən əsas amildir. Beləliklə, orta əsrlərdən sonrakı dövr Azərbaycan ərazisində yeni bir genetik başlanğıc yaranmır. O minilliklər boyu formalaşmış yerli genetik profilin üzərinə yeni bir lay artırır. Yəni Azərbaycanlıların genetik tarixi Orta Asiyada başlamır, amma Orta Asiya qatının əlavə olunması ilə bugünkü formasını alır və məhz bu sintez Azərbaycanlıları Azərbaycanlı edən əsas amildir. Hələlik.